Efirimiz davam edir. Nəzərinizə çatdırım. Hal-hazırda həkim verilişinə baxırsınız və həkim qonağımız uzman cərrah oftalmoloq Cahid Şahbazovdur. Cahid doktor, xoş gördük sizi. Salam, xoş gördük. Xoş gəlmisiniz studiyamıza. Əlaqə yaratmaq istəyənlər varsa Caspian International Hospitala müraciət eləyə bilər. Çox zaman keçdi doktor. Bəli. Həqiqətən şadam sizi təkrar həkim verilişinin studiyasında görməyimə. Bir çox xəstəliklərə toxunacaq, xüsusilə də oftalmoloji mövzuda. İnsan ümumiyyətlə ümumi baxdığımız halda bədənə, orqanizmə baxırıq ki, ən açıq qalan hissə haradır? Göz. Qırpmadığı halda onun qorunması yoxdur. Amma qorunma mexanizmi varmı? Var. Orqanizmi ətraf xarici mühitlərdən qoruyan, onu küləkdən, nəmdən, mikroorqanizmlərdən qoruyan bir təbəqəsi var. Bəli. Və orada hansı problemlər, hansı zaman çərçivəsində yaranır? Nə edə bilərik? Buyurun, sizi eşitmək istəyərdim. Bəli, təşəkkür edirəm dəvətiniz üçün. Ümid edirəm bizi izləyən insanlar üçün də maraqlı olacaq. Okulyar yüzey xəstəlikləri, okulyar yəni gözün səthi xəstəlikləri qrupuna dəyərləndirsək, quru göz sendromu əslində qalsa çox aktual bir problemdir. Hətta sizin bundan qabaqki revmatoloji xəstəliklər barəsində mövzuda əslində bu birləşki toxuma xəstəliyi deyək, revmatoloji deməyək, birləşik toxuma xəstəliklərinin ilkin əlaməti əslində quru göz sendromudur. Bu bəzən oynaq əlamətlərindən çox daha əvvəl, daha gənc yaşlarda özünü biruzə verir. Əlbəttə, quru göz sendromu dediyimizdə daha çox 40 yaş üzəri, 50 yaşların üstündə olan xanımlarda, istisnasız hər kəsdə, çünki bədəndəki bəzi hormon səviyyələrinin dəyişikliyinə bağlı olaraq quru gözün yaranmama ehtimalı yoxdur. Göz yaşı vəzimiz, göz yaşı aparatımızdan əlavə yardımcı aparatı var ki, bunlar konjektiva təbəqəmizdə yerləşir, qoblet hücrələri. Bunlar gözün su maye hissəsini hasil edirlər. Amma sizin dediyiniz gözün ön təbəqəsi, buynuz qışa təbəqəsi, hansı ki, ətraf mühitlə təmas edir, göz şüaları oradan keçib beynimizə həkk olur. Bu buynuz qışanın üzərində göz yaşı təbəqəmizin 3 üst-üstə oturmuş layı var, qatı var. İlk qatı hansı ki, ətraf mühitlə təmas edir, bu lipid təbəqəsidir, yağ təbəqəsi. Daha sonra ortadakı maye təbəqəsi, baxın, göz yaşımızın ikinci təbəqəsi də var və üçüncüsü musin təbəqəsi. Buynuz qışaya yapışmağı təmin edən üçüncü qatımız musin təbəqəsi. O ya da bu səbəblərdən, bu istər revmatoloji xəstəliklər olsun, istər yaşa bağlı olsun, 40 yaş sonrası, istər qəbul etdiyimiz bəzi preparatlara bağlı olaraq, onlara toxunacağım daha sonra, bu göz yaşı aparat, göz yaşı təbəqəmizdə dəyişikliklər baş verir. Ya yağ təbəqəsi olmur, tez buxarlaşır. Biz, misal üçün, çölə çıxdığımız zaman yaş axır gözümüzdən, su şır-şır axır, elə bir ağlamışıq. Biz deyirik ki, sizdə quru göz sendromu ola bilər. Pasient axınınca gözüm yaşdır, daima nəmdir, daima suludur. Təzad olacaq, amma göz yaşı təbəqəsinin doğru olmaması, anatomik olaraq tam olmaması nəticəsində o göz yaşı gözün üzərində instabil olur, yəni sabit qalmır. Axıb gedir və kifayət qədər nəmləndirmir gözü. Dolayısıyla bu lipid təbəqəsinin bərpasını etmək üçün ya da bu lipid təbəqəsini bozan amillərə baxdığımızda Meibomian vəzirləri var. Bizim kirpik tiplərimizdə yerləşir, göz qapaqlarımızda. Bunlar yağ hasil edir. Bizim özəlliklə dərman preparatları desək, bu ilk növbədə antidepresan preparatlardır. İkinci, hamiləlik kontrol həbləridir ki, bunlar da quru gözə səbəb olurlar. Bəzi antibiotik preparatları səbəb olurlar bu Meibomian vəzirlərinin ifrazatının azalmasına, tiroid problemlərində və ilk başda gələn revmatoloji problemlərdə, bu birləşik toxuma xəstəliyində ilk əlamətlər olaraq quru göz ortaya çıxır. Bu batma, yanma, sulanma, eyni zamanda gözdən yapış-yapış olması, o üçüncü təbəqə buynuz qışa yapışmasını təmin edir. Su axıb gedir, yağ lipid təbəqəsi yoxdur. Geri qalan musin təbəqəsi bəyaz belə ipçiklər kimi, pasientlər o ipçikləri dartır, hətta əlinə saqqız kimi onlar gəlir. Və ən sıx insanların şikayət etdiyi qum kimi batır, bıçaq kimi kəsir. Bax, bunlar hamısı quru gözün əlamətləridir. Bu əlamətlər digər göz xəstəliklərində olduğuna görə bəli, qarışır. Qarışır. Burada bizdə diaqnostik testlər var. Bir pasient gəldiyində dediyiniz kimi siz doğru vurğuladınız ki, gözün əslində dili yoxdur. Və əlamətlər bir-birinə bənzərdir. Qızardı, batdı, sulandı, acışdı və s. Bizim üçün quru gözü diaqnostik testlərindən ilk başda Schirmer testi gəlir. Bu xüsusi bir kağız parçasıdır ki, biz gözümüzün alt qapağına bunu yerləşdiririk
veririk və müəyyən zaman veririk. 3-5 dəqiqə ərzində test edirik insanları. Bu göz deməli yaşımızın ifrazatı kifayət qədər yaxşıdırsa, bu təbəqə 15 mm qədər islanır gözümüzə qoyduğumuz o kağız parça Schirmer testində. Elə insan var ki, bu 15 deyil, çox azdır. Bu misal üçün 2-3-5-dir. Bu ciddi quru göz sendromudur. Elə insan var ki, 30-dur. 30 olması da anormaldır. Yəni göz yaşı təbəqəmiz instabildir. Aşırı suludur. Deməli bunun mutin təbəqəsində və yaxud lipid təbəqəsində problem var. İkinci quru göz testi ən sıx tətbiq etdiyimiz break-up time testi, qısaltması BAT, yəni göz yaşının buxarlaşma testidir. Biz gözümüzə fluoresein boyası damcırırıq və mavi işıq altında baxaraq onun yaşlıla boyanmasını görürük. Normal şərtdə heç qırpmadan 10-15 saniyə qapaqlarımızı aralayıb baxdığımızda göz yaşın buxarlaşmamasını görməliyik. Amma bəzən ciddi quru gözdə 2-ci, 3-cü saniyədə belə xətlər görürük burnuz qışağımızda. Yəni yağ təbəqəsi kifayətsizdir. Göz yaşı üzərində o yağ tam olaraq göz yaşı təbəqəsi qalmır. Burnuz qışada buxarlaşıb parçalanır. Break-up time testi, BAT testi ciddi quru göz diaqnozunu qoydurucu amildir. Misal üçün bir pasiyentdə Schirmer testi 30 çıxa bilər. Deyəcək, normanın üstündədir. Halbuki bu elə deyil. Amma break-up time testi 3 çıxa bilər. Deməli, bu insanda ciddi quru göz sendromu var. Yəni 5-in altında break-up time testi olan insanlarda biz mütləq surətdə revmatoloji xəstəlik istəyirik və Sjögren sendromunu düşünürük. Sjögren sendromunu əlbəttə əgər imkan fürsət varsa açıqlayarıq. Yəni bu ağız quruluğu, göz quruluğu və oynaq xəstəlikləri ilə bərabər seyr edən otoimmun bir xəstəlikdir. Əslində revmatoloq, dəyərli revmatoloq həkimlərimizin məşğul olduğu sahədir, amma bəzən heç bir oynaq ağrısı yoxdur. Ciddi olan ya da olmayan ağız quruluğu var, amma pasiyent bunu anlamır. Elə bilir ki, susamışam, su içirəm, çünki bu insanlar gəncdirlər və batma birazcıq var məndə deyir, amma biz bunları aşkarladıqdan sonra revmatoloqa göndərib Sjögren sendromunun diaqnostik testləri var ki, bunlar revmatoloqlar daha ətraflı geniş bilirlər, genetik testləri var onların. Hətta bəzən toxuma götürürlər, biopsi götürürlər və diaqnoza qoyurlar. Bu vaxtında aşkarlandığında oynaq problemləri bir o qədər də biruzə və şiddətli olmur. Bu insanların bəzi pəhrizləri olmalıdır. Misal üçün antibiotik istifadəsi olmamalıdır. Bəzi qida rasionuna fikir verməlidirlər ki, səhnə daha da kəskinləşməsin. Dolayısıyla diqqətli aparılan bir göz müayinəsində elementar olaraq biz müayinəmizdə bəlkə də 1-2 dəqiqə vaxt alır bu testlər. BAT testi misal üçün 1-2 saniyə vaxt alır. İnsanların həyatını çox böyük təsiri altına alan əlamətlərdən insanlar qurtulmuş olur. Bu insanlar kompüterə baxa bilmir, telefona baxa bilmir, oxuya bilmir, sürekli gözündən su axır, batır, acışır. Əlbəttə bunların tamamını kökündən bəzən çözə bilmirik. Yəni bilirsiniz ki, bu otoimmun xəstəliklər xroniki xəstəliklərdir və həyatı boyu insanlar bəzi preparatları istifadə etməlidir. Həyatı boyu revmatoloji müayinələrdə olmalıdır. Quru gözün o bəzi əlamətləri məcbur olaraq ömür boyu davam edir. Amma ən azından dərdin adını bilməsi, bu niyə belə olur? Problemi haqqında biz nə qədər məlumat versək azdır, özləri də mütaliə etməlidir, araşdırmalıdır internet vasitəsindən. Bu nədir, niyə yaranıb, hansı amillərə bağlıdır, həyatımı hansı yöndə dəyişdirməliyəm, D vitamini qəbul etməliyəm, maye qəbul etməliyəm, qida rasionumda doymamış yağlara üstünlük verməliyəm. Yəni bu komple, mən o həkimə getdim, bu damcını tökdüm, bu həkimə bu damcını tökdüm, bəzən bir torba damcı ilə gəlirlər. Amma burada önəmli olan məqam o çoxlu damcılar tökərkən damcıların içində olan qoruyucu konservant maddələr özləri belə quruluğa səbəb olurlar. Dolayısıyla biz bir pasiyentə birinci damcını verərkən ikincini verəndə düşünməliyik, üçüncüsünü yazmamağa çalışmalıyıq ki, yəni bu çoxlu dərman istifadəsi özü toksikdir. Bir çox oftalmoloji prosedurları icra etmədən öncə bu müayinələr aparılmalıdır ki, bu sindrom aşkarlansın. Mütləq. Bugün hətta kontakt linzaları kör-körəni alıb istifadə edənlər belə düşünmür ki, onda bəlkə də quru göz var. Amma həkimə getdiyi sırada bilirsiniz ki, göz buna uyğundur yoxsa yox. Bunun müalicəsi var ən azından, yoxsa burada da müəyyən individuallıq var? Dəstəkləyici müalicələri var. Yəni bizim okulyar deməli gözün ön səthi xəstəlikləri şöbəsi deməyə, bunu demək əlbəttə doğru olmaz. Biz əslində özəl bir klinikada göz həkimiyik. Amma biz belə bir otaq, deyək ki, kabinet yaratmışıq və bunun içində
biz öz qanımızdan hazırlanma otolog serum dediyimiz trombositlərimizdən hazırlanır. Trombositlər kütlədən hazırladığımız xüsusi reseptlə göz damcıları var. Bu Alman məktəbinin gətirdiyi bir şeydir. Amma yəni mən uzmanlıq təhsilimi aldığım illərdən bəri bunu çox aktiv tətbiq edirəm. Daha sonra özəl siklosporin tərkibli özəl dərmanlar var ki, biz bunları tətbiq edirik. Bu, üzr istəyirəm, onkoloji müalicədə də tətbiq olunur. Sitostatik ajandır. Bu, xroniki iltihabı dayandıran dərmandır. Biz ondan da göz yaşı damcısı düzəldib pasientlərə veririk və ən nəhayətində ölkəmizdə bəlkə yeni indi başlayıb, amma mən 3 ildir ki, deyərdim, ölkədə ilk dəfə gətirib və tətbiq etdim. Quru göz üçün aparat müalicəsi. Bu, bəli, bu Rexonay cihazıdır. Radio dalğa üzərində işləyir. Sizin bəhs etdiyiniz cihazlar daha çox radio frekans üzərində işləyir. Bizim gətirdiyimiz cihaz. Sizin gətirdiyiniz daha çox bu epilyasiya zamanı tətbiq olunan cihazın bir başqa növüdür. Göz üçün adaptasiya olunmuş. Amma Rexonay daha təhlükəsiz və daha effektivdir. Əslində, mənim özümdə də quru göz sindromu var. Özəlliklə qış aylarında xizə ilə məşğul olduğumda. Bu, deməli, nə edir? Bizim göz yaşı təbəqəmizin lipid təbəqəsini bərpa edir. Radio frekans dalğaları göndərərək gözdə bir kiçik isinmə yaradaraq kirpik tiplərimizdə yerləşən meybon vəzlərini aktivləşdirir. Bu meybon vəzləri bir yatmış hala keçərək yağ ifrazatını azaldırlar. Bu da göz yaşımızın instabil olmasına gətirib çıxardır. Rexonay cihazı quru göz müalicəsinin elə bil ki, 3-cü mərhələsidir. Öncə göz yaşı damcıları veririk, fayda vermirsə qan damcısı veririk, fayda vermirsə Rexonay cihazını da tətbiq edirik. Siz doğru buyurdunuz, biz çox aktiv olaraq refraktiv cərrahi edən bir klinikayıq. Eynəkdən qurtulma əməliyyatının lazer növüdür bu və 30 yaşın üzərində bütün pasientlərdə istisnasız biz quru göz testi etmədən pasientləri bu əməliyyata almırıq. Ümumiyyətlə 30 yaşı üzərində eynək taxan, kontakt linza taxan hər kəsə şirmər testi edirik. Amma eynəkdən qurtulma əməliyyatı istəyən hər kəsə, yaşdan, yəni 18 yaşından edirik bu əməliyyatı, istisnasız hər kəsin şirmər ya da BAT testi var. Bəzən şirmər etmirik, BAT edirik, Brek-Aptaim testi, çünki o daha informativdir. Bəzən baxırsınız 18-20 yaşında gənc insanlarda heç bir əlamət yoxdur. Revmatoloji əlamət yoxdur, ağız quruluğu yoxdur, amma quru gözü var. Bu onu göstərir ki, biz bu pasientlərin göz yaşı təbəqəsini bərpa etmədən, əgər ki, lazer əməliyyatını alsaq, çünki lazer əməliyyatının özünün təbiətində əməliyyat sonrası bir 3 aya qədər quruluq hissi yaranır. Bunlar əməliyyat sonrası naməmnun qalacaqlar. Yəni, bunu araşdırmaqda fayda var. Əməliyyat edir, hər kəsə əməliyyat edir, özü eynəyə taxır deməkdənsə bu işin özünə enməliyik. Niyə görə? Danışırlar onu. Artıq daha az, amma niyə görə mən eynəyə taxıram? Çünki bu əməliyyatlar əhalinin %30-una uyğun deyil. Mənim əməliyyat ola bilməmə səbəbim bu insanın anatomik strukturudur. Amma bəzi insanlar ola bilmir, çünki elementar olaraq quru göz sindromları var. Quru göz əslində bəsit bir səslənsə, əzəxanadan, apsetdən alıb bir damcı tökdü, keçəcək desək də, bəzən elə olmur və insanın bütün həyatını profesional anlamda və psixoloji anlamda təsiri altına alan negativ bir amil kimi ortaya çıxır və ciddi bir patologiya olaraq ortaya çıxır. Gözün nəmlənməsində, dediyimiz kimi, quru göz sindromunu ortaya çıxarmaq üçün yenə də göz yaşı vəzi, yəni o suyu ifraz edən o vəzlərin özünün də ətraflı müayinəsi aparılmalıdır. Göz yaşı vəzisi bizim daha çox... Ona yönəlik müalicələr. Bəli, göz yaşı vəzisinə bağlı problemlər revmatoloji xəstələrdə də olur, amma göz yaşı bizə daha çox lazım olur reflektor salgılanmada. Misal üçün, biz soğan soyduğumuz zaman aşırı gözümüz sulanır. Bu zaman gözümüzün nəmlənməsi üçün göz yaşı vəzimiz, bu qaşımızın üzərində yerləşən vəzimiz işə qoyulur. Amma normal həyatda, bax, biz bugün sizinlə söhbət edirik. Gözümüzün bu dəqiqə nəmlənməsinin 90%-dən çoxu konjunktiva, gözümüzün bu ağlı qişasında yerləşən qoblet hücrələri tərəfindən deməli, yardımcı göz yaşı aparatları dediyimiz o qoblet hücrələri tərəfindən ifraz olunur maye. Göz yaşı vəzimiz burada artıq biz bu otaqda danışarkən sizinlə istirahət eləyir. O bizə reflektor olaraq lazımdır. Çünki bəzi insanlar göz yaşı vəzisi olmadan doğulurlar. Misal üçün, ağlayıram, amma göz
göz yaşı, bəli, misal üçün belə insanlar var ətrafımızda, ağlayır, amma göz yaşı gəlmir. Deyir, mən utanıram yasa gedəndə, üzr istəyirəm izləyicilərdən. Bu məclislərə gedəndə ağlayıram, amma göz yaşım gəlmir. Utanıram, ay həkim, mənim niyə göz yaşım gəlmir? Bu niyə görə gəlmir? Çünki ageneziləri var. Yəni, əvvəldən doğumu etibarilə ya da ki, bəzən aldıqları bəzi müalicələr ya da revmatoloji xəstəliklərə bağlı deməli, göz yaşı vəzimizin ifrazatı yoxdur. Bu zaman bu insanlar reflektor ifrazatdan məhrum qalır. Misal üçün, ağlayarkən ya da soğan soyarkən gözü sulanmır. Amma bu göz yaşı vəzisi olmadan belə gözümüz quru göz olmaya bilər. Çünki onun yardımcı aparatımız, konjüktiva təbəqəmizdə olan hücrələr bu funksiyanı öz üzərinə alır. Çünki 90% nəmlənməyimiz sırf konjüktivadandır. Onun üçün bizim konjüktiva təbəqəmizi biz qorumalıyıq. Ətraf mühitin amillərindən, özəlliklə baxın xanımlar, istifadə etdiyi bəzi kosmetik maddələr toksik ola bilər. Gözün içində sürdüyümüz sürmələr toksik ola bilər. Aldığımız antidepresantlar, antibiotiklar kimi bəzi preparatlar, doğum kontrol həbləri, bunlar konjüktiva strukturumuzu bozur. Doğru bəslənmək və doğru həkim təyinatı olmadan ümumiyyətlə dərman istifadə etməmək lazımdır. Çünki bu elementar olaraq gördüyümüz şeylər bəzən bizim illər sonra quru göz olaraq qarşımıza çıxa bilir. Onda belə çıxır ki, əgər biz məcburuqsa, dediyiniz kimi antidepresant qəbul eləməyə, anti-işimik, məsəl üçün menopoza girmiş xanımlarda və ya kontraseptivlər, hamilə qalmamaq üçün məcburiyyət qarşısında qalanda yan təsir olaraq gözü nəzərə alıb oftalmoloji müayinədən keçmək, ən azından həkimlərimiz bunu bilməlidir. Yəni, doğum kontrol həbləri verərkən, bu dərmanları təyin edərkən... Antidepresant yazan neçə həkim var ki, oftalmologa yönəldir? Dermatologlarımız burada biraz daha həssasdırlar. Misal üçün, biz burada dərman adı çəkməyik. A vitamini türəvləri var ki, sivilcə müalicəsində siz də bilirsiniz ki, tətbiq edilir. Dərman adını deməyək. Bu ciddi quruluq yaradır. Burada dermatologlarımız deməli, alqışlamaq olar. Yəni, mən dəfələrcə görmüşəm ki, onları təyin edərkən yanında hətta bizə soruşmadan da əslində yazma haqları var. Göz yaşı damcıları yazırlar, vazelin yazırlar dodaq üçün. Onlar artıq bilir. Amma sizin də buyurduğunuz kimi, yəni neçə psixiatr ya da neçə antidepresan təyin edən neuropatoloq həkimlərimiz bunu bilir. Bunu bilsin, bəlkə də bu veriliş vasitəsilə bu kimi dərmanlar ciddi də olmasa, amma quru gözə səbəb olurlar. Bəzən bunları kəsmədən də həyata sürdürə bilirik. Özəl göz yaşı damcıları verərək, axşam gelləri verərək antidepresan tətbiqini davam edə bilərlər. Gecə körlüğündən əziyyət çəkən insanlar, vitamin əksikliyinə bağlı bir problem yaşayırsa, bunda da göz quru olur, həmin sindromdan əziyyət çəkir. Yəqin ki, bu insanlar davamlı həkim müayinəsində, müalicəsində olur və ya tam tərsini deyim, heç quru göz sindromu olduğunu bilməyən insan gələcəkdə həmin bu vitamin əksikliyinə bağlı da ola bilər də bu. Bəli, ola bilər, malnutrisiyon dediyimiz. Gələcəkdə hər gecə körlüğündən əziyyət çəkə bilərmi? Belə bir proqnoz vermək? Yox, gecə körlüğü dediyimiz retinitis pigmentoza deyiriksə, gecə körlüğünün növünə, bu genetik bir xəstəlikdir və A vitamini, Y vitamini əksikliyinə bağlı olaraq yaranmaz. Biz onun müalicəsində A vitamini tətbiq edirik. Halbuki bu elə FDA onayı almış və qəbul görmüş bir şey deyil. Amma burada nə məqam var? Bugün biz çılğın bir devirdə yaşayırıq. Hər kəs arıqlamaq istəyir. Hər kəs arıqlama iynələri vurur. Hər kəs pəhriz saxlayır. Burada malnutrisiyon dediyimiz az bəslənmək, doğru bəslənməmək, A, Y vitamini almamağımız ciddi quru gözə gətirib çıxarda bilər ki, daha sonra bunlar illərcə dərman istifadə etsələr belə tam quru gözdən qurtula bilmirlər. Yəni, bu arıqlama pəhrizləri, özəl iynələr tətbiq edən ya da mədə rezeksiyasına getmiş insanların mütləq surətdə vitamin əlavələri qəbul etmələri şərtdir və həkim nəzarətində olmaları şərtdir. Çünki mən öz yaxınlarımdan da şahid oluram. Ailəmdə elə insanlar var ki, mədə rezeksiyası keçirdib və bu insanlar takibsizdir, müşahidəsizdir. Yəni, bunlar cərrahdan sonra mütləq surətdə dietoloqa ya da ən azından endokrinoloqa ya da terapevt həkimə yönləndirir.
yönləndirilməlidir. Əməliyyat etdik, sağ olun, arıqladınız, 20 kilo, 30 kilo, 50 kilo arıqladıq. Bu bir başarı deyil. Nəticədə bu prinsip olaraq mədəni kəsdiyinizdə həcm azalır, az yeyirsən, arıqlayırsan. Amma bu az yemənin, o doğru bəslənməmənin, doğru qidaların almaması, indi mən göz həkimi olaraq quru gözdən danışıram, digər başqa immun sistemin zəifləməsi ilə əlaqəli bir çox xəstəlik ortaya çıxır. Bunların da bir şahidi oluruq. Yəni, doğru bəslənə bilməyən, doğru vitamin qəbul etməyən insanlarda da quru göz sindromu ortaya çıxa bilər, aşkarlana bilər. Biz nədən qorxuruq, doktor, qocalmaqdan? Təbii qocalmanın nəticəsi kimi də ola bilərmi? Bəli, əlbəttə ki, yaşlanmanın... Simptomları öyrəndikcə... Bəli, mən onu vurğulayım ki, bu meyboin vəzirlərin funksiyaları birbaşa bizim hormonlarla əlaqəlidir. Özəlliklə testosteron hormonu. Niyə görə qadınlarda daha sıx görülür 40 yaş sonrası? Təzad olacaq bəlkə bizi izləyənlər üçün, amma sizin üçün olmayacaq sürpriz ki, qadın bədənində də kişi hormonlarının belli bir miqdarı var və qadın bədənində 40 yaş sonrası azalan testosteron səviyyəsi nəticəsində quru göz ortaya çıxır. Yəni, yaşlanma ilə bərabər necə ki, dərimiz quruyur, əlimizə krem, üzümüzə nəmləndirici krem sürtürüksə, gözümüzdə də quruluq istər-istəməz 50 yaş sonrası hər kəsdə quru göz sindromu olur. Patoloji olmayaraq da, yaşa bağlı, senin olaraq da quru göz ortaya çıxır. Misal üçün, bir mirvari suyu əməliyyatından gəlir pasiyent, 50 yaş sonrası, 60 yaşında əməliyyat olur. Ay həkim, əməliyyatdan sonra sulanmam, batmam, tikan kimi batmam, bıçaq kimi batmam keçmədi. Bu əməliyyatla niyə keçmədi? Mirvari suyu əməliyyatı ilə bu əlamətlər keçməz. Bu yaşa bağlı əlamətlərdir, quruluq hissi. Necə ki, bütün selikli qişalarda ifrazat azalır, dəri quruyur, göz də həmçinin quruyur. Yəni, müəyyən 60-70 yaşına çatmış insandır ki, qurulur gözüm, quruyur demir, sulanır deyir, qum kimi, bir ovuc qum tökmüsən gözümə. Bu quru göz sindromudur. Damcılarla azalır, yaşla əlaqədar olan quru göz sindromu, amma sırf keçmir. Damcıları kəsdiyi zaman yenə ortaya çıxır. Dolayısıyla 60-70 yaşındakı insanlar, 80 yaşındakı insanlar, gözüm qum kimi, bıçaq kimi batır, elə bir ovuc qum var, daş var gözümdə deyirsə, bu quru göz əlamətidir. Kökündən sağalmır, amma müəyyən müalicələrlə bunun qarşısını ala bilirik, müalicə edə bilirik. Doktor, indi biz danışdıq vəz problemi və s. digər yanaşmalar, atdığımız dərmanların yan təsiri, amma bu göz yaşının ümumiyyətlə buxarlanma ehtimalları elə bir vəziyyət yaşayırmı göz? Əlbəttə ki, göz yaşı buxarlanmalıdır ki, aşırı ifrazatda, misal üçün, niyə görə biz soğan soyduğumuzda ya da çölə çıxdığımız zaman gözümüz sulanır, göz yaşı aparatımızdan içindən, burnumuza, boğazıma axıb dövran etmir, çölə axır. Çünki ifrazat artır. Niyə görə artır küləkdə və soyuqda? Tez buxarlaşır gözümüz. Niyə görə samolyotda fikir verin, biz uçanda, təyyarədə, gözümüz çıxanda quruyur, qıpqırmızı olur. Yəni bu fizioloji haldır. Bəli, tez buxarlanır. Bizim niyə görə biz gözümüzü qırpırıq? Dəqiqədə təqribən 20-15 dəfəyə qədər gözümüzü qırpırıq. Bu gözümüzü qırpma refleksimiz əslində vacibdir. Hər qırpdığımızda nəmləndiririk. Niyə biz kompüterə baxanda ya da kitab oxuyanda gözümüz batır? Çünki biz diqqətlə baxanda gözümüzü qırpmağı unuduruq. Bəzən bu 10 dəfə dəqiqədə ya da 5 dəfəyə qədər azalır. Bəli, o zaman buxarlaşır. Niyə görə çox kompüterə baxan insanların gözü qızarıqdır? Az qırpırlar gözlərini, göz yaşı tez buxarlaşır və gözümüz daha çox qızarıq və quruymuş olur, quruyur. Gözümüzü qırparaq biz o buxarlaşmanın qarşısını alırıq. Hər qırpıb açıldığımızda nəmləndiririk göz yaşı təbəqəmizi. Onda belə çıxır ki, ağlıma nə gəldi? O linza taxanlar artırır o buxarlanma? Əlbəttə ki, sözsüz ki, linza intoleransı dediyimiz bir şey var. Niyə gənc xanımlar 20'li yaşlarda daha rahat linza taxırsa, 30'lu yaşlardan sonra linzanı taxa bilmir. 30'lu yaşlardan sonra 40'lı yaşlara yaxınlaşanda artıq bizə gəlir ki, mənə eynək yazın, həkim, mən 20 ildir linza taxırdım, amma artıq taxa bilmirəm, artıq gözüm yorulub. Halbuki yorulmayıb. Bu bərabərində kontakt linza istifadəsi həm ciddi allergik reaksiyalara səbəb olur. İkincisi, xroniki iltihab səbəbi ilə uzun vadədə, yəni uzun illər içində quru göz sindromuna gətirib çıxardır. Bu o demək deyil ki, kontakt linza taxmamalıyıq. Əgər ehtiyac varsa, taxmalıyıq, amma müəyyən zaman sonrasında, müəyyən zaman dilimində bəzi insanlar daha tez, bəzilər daha uzun illər sonra kontakt linza artıq taxa bilməyəcək səviyyəyə gəlib çıxırlar.
Biz revmatoloq həkimlə danışanda belə bir çox xəstəliklər var ki, onlara toxunduq. Bəli. Yəni düzdür, tam xəstəlik haqqında izah verə bilmədik, amma sağalmayan bir çox oftalmoloji xəstəliklər var ki, onun belə müayinəsi və müalicəsi sırasında siz digər həkim kolleqalarınıza xəstələri yönəldirsiniz. Revmatoloqlarla sıx işbirliyimiz var bizim və bugün mən sevinirəm ki, bu sahə ölkəmizdə çox geniş inkişaf edib. Hətta aprel ayında bizim bir toplantımız olacaq. Orada mənim çıxışım da var. Spondilitlərdə, spondili artritlərdə göz tutulumu, gözə bağlı qüsurlar və problemlər, xəstəliklər. Yəni bəzən biz revmatoloqlara ilk dəfə pasiyent yönəldirik. Yəni pasiyentin heç bir əlaməti yoxdur. Bəzən qan dəyərlərində cüzi dəyişikliklər var, amma bu insanların nəzarətdə olduğu bir revmatoloq həkimi olmalıdır. Hələ bizim kimi bir ölkədə qohum evliliyinin sıx olduğu, o birləşki toxumanın birləşki toxuma xəstəliklərinin çox yaygın olduğu, ailəmizdə hər kəsdə bizim də ona revmatizm deyilir, yəni yel xəstəliyi deyilir, amma artıq bu revmatizm kəlməsi biraz demode olub. Yəni birləşki toxuma xəstəliyi. Bəli, birləşki toxuma xəstəlikləri deyək burada, bir çox xəstəlik var. Mən oftalmoloq belə olaraq onların tamamının adını bilmirəm. Yəni biz özümüzə aid hissəsini bilirik və oradan revmatoloq həkimlərə yönəldirik. Bunlar bəzən bir ömür boyu dərman müalicəsi almalıdır. Yenə də vurğulayım, burada dərman müalicəsindən ziyadə bəzi həyat tərzi dəyişiklikləri olmalıdır. Həm qidalanma, həm idman baxımından, günəşlənmə baxımından bir çox, yəni bu həyatın tərzini dəyişdirməklə bir sağalmasaq da, çünki bu xəstəliklər bəzən heç sağalmır, xronikidir. Ən azından həyatı biraz daha rahat və daha sağlam sürmək mümkün olur. Doktor, təşəkkür etmək istəyirəm gəldiyinizə görə. Mən təşəkkür Minnətdaram. Varmı sonda demək istədiyiniz? Sonda demək istədiyim, sağlamlığınızın keşiyində qalın, doğru bəslənin, idmanla məşğul olun və xroniki davam edən şikayətiniz varsa, bu gözdə, digər orqanda olsun. Əgər bu 1-2 həftədən çox davam edir, keçmirsə həkimə müraciət edin. Çünki vaxtında aşkarlanan bir çox xəstəliyin müalicəsi daha asan və nəticələri daha yaxşı olur. Doktor, azacıq da olsa göz yaşının yüngül quruluğunu təmin edəcək suyun az içilməsi səbəb kimi göstərilə bilərmi? Qarşımızda varkən onu da soruşum. Bəli, mütləq surətdə normal yetişkin bir insanın 2 litrəyə yaxın su içməsi bir çox fizioloji proseslərin doğru işlənməsində mühüm rol oynayır quru gözdə də. Təşəkkür edirəm. Xoş oldu sizinlə görüş. Bir daha xatırladım, uzman cərrah oftalmoloq Cahid Şahbazov studiyamızın həkim qonağı idi. Həkimlə əlaqə yaratmaq istəyənlər varsa Caspian International Hospital'a müraciət edə bilər. Təşəkkür edirəm, doktor. Sağ olun.